Səfərəmsən, yanımdan. Problem yoxdur. Hə? Problem Yox? görmədim. Yox, problem görmədim. Kodlarına baxdım, problem görmədim doğrusu. Uşaqlar, sizə istəyirəm bu gün. Uşaqlar, səsim gəlir. İstəyirəm sizə klasslardan biraz bəhs edeyim. Klassların girişini verim. 6-cı gün sizə biraz okido keçək də. Okey. Yox, mənim siz o dəfə Viz Open var idi. Siz bir dənə Open-i başa saldınız, amma Viz Open başa salmadınız. Elə belə yazdınız. Hadi onu da 6-cı gün eləyərik, keçərik. Çünki onların ikisini bir yerə keçərəm. Klassın içərisində elə bir klass yaradıb Viz Open-ı göstərərəm elə oradan. Bayaq da kənarda yazıb göstərərəm. Deməli, uşaqlar, sadə bir versiya ilə desək, kimsə nəsə söz deyirsə, buyursun. Müəllim, Amir yazır ki, səsiniz eşidilir. Eşidilmir? Amma eşidilir. Amma eşidilir. Bəlkə onda da problem, məncə onda da problem. Onda gəlin mitə də. Amma eşidilmir. Gəlin mitə. Ona yazmışdı ki, məndə eşidilmir. Aydındır. Gəlin onda mitə də uşaqlar, gəlin mitə. Gəlin mitə. Gözlən, atım qrupa. Deməli, general atacağım. Səbəb. Qoşulun. Məmmədə qoşulaq. Mitə. Yaxşı mən. Aydındır. Tümünə qabul elə. Okey. Artyom kimdir? Nə bilim, bir dənə altdır mənəm, Nihat. Nihat, bizim Nihat. Aha. Onunla da qoşulsunlar, mən də bunu paylaşım. Burada mən screen share-ı dayandırım. Buradan çıxa da bilərəm aslında. Səsim yetsin, birdən eləyərəm. Ekran yeni göstər. Aha. Şöyle. Deməli, gəlin tez bir zamanda sizə klassları göstəreyim. Aha, klassları göstərim. Aha. Deməli, uşaqlar. Yine burada class file attım. Class py. Deməli. Uşaqlar, Python'da hər bir şey obyektdir. Nə görürsünüz obyektdir. Yəni ətraf mühitimizdə də nə görürsə hər bir şey obyekt. Python'da OP ilə anlayışı buradan gəlir. Hansı ki obyekt yönümlü proqramlaşdırmadır. Yəni object oriented programming. Klasslar bu ən çox da uşaqlar klasslardan söhbət gedir. Niyə klasslardan? Niyə klasslar, niyə funksiyalar yox? Çünki uşaqlar biz hansısa bir funksiya yazanda tutaq ki, sadə bir dillə desək, tutaq ki, user obj desək, tutaq ki, mən user obj yazıramsa, user obyekti yaradıram da, tutaq ki, objektdə bu obyekti yazıramsa, biz o zaman bunu deyirəm nəyə olacaq, tutaq ki, neyimi olacaq, bərabərdir nəyə, tutaq ki, alı olacaq, sadə bir form, məsələn, Əli, sonra bunun adı nə ola bilər, məsələn, sadə bir desəydik, age var, tutaq ki, olsun 20, bir dənə email var, düzdürmü? Nə olsun, emaildə olsun nə? Example ya da Əli 123, Əli 321@gmail.com, düzdürmü?
Aha, bu formada yazırıq. Sonra düşürük deyirik ki, bunu görmək istəyirəm. Return edəcəyik nəyi? Neyimi, sonra age, sonra isə email-ı. Düzdürmü? Bu formada yazdım. İndi mən bunu çap eləmək istəsəm, nə edəcəm? Print olacaq user object. Düzdürmü? İndi hələ belə deyim də uşaqlar. 2-3%-ni göstərirəm, amma 6-cı üçün daha biraz dərindən keçəcəyik də, başa düşəcəyik. Deməli, user object yaratdım, düzdürmü? İndi mən buradan eləsəm, baxaq. Gəldik bura, bunu biraz zoomladıq. ls, bu nə açır ki burada? Ha, okey. Deməli, nə eləməliydim? Hə, bunu da eləməliydim. Python class py. So, artıq mən görürəm ki, əli, age və bu formada görürəm. Sonra desəm ki, hə, yaxşı, bunu mən return eləyəmsə, bunun içində mən görmək istəyirəm, name bərabərdir əli, age bərabərdir 20, email da bu olsun da. Hə, bunu necə görəcəksən? Artıq f-stringin içərisində yazacaqsan hər birini. Düzdürmü? Düzdürmü uşaqlar? Hər birini f-stringin içərisində yazacaqsan. Ta ki, name'i budur. Sonra age budur. Email da deməli budur. So, indi baxaq, check edək. So, artıq mən görürəm name'im Əli, age 20, email da budur. Tamam, bu aydın oldu. Bu yüzden bildim ki user object. Amma bir şeylə nəzərdə çatdırım ki, yaxşı bu mən yazıram. Sabahsı gün ta ki bu Əli deyil, ta ki başqa bir adı da olacaq nə? Ta ki Əli o Vəli olacaq da. Bu indi sabahsı gün dəyişəcək olacaq Vəli. Düzdürmü? Vəli. Yaxşı, bəs mən bunu necə eləyim də? Bura Əli yox, Vəli yazdım da. Yəni mən bunu ikinci dəfə eləyəndə burada Vəli çıxsın. Hə, nə edəcəm? Şu an necə eləyə bilərəm? Mənim Quarks eləbləri orada da o user objectin içində bu 50 yerinə Vəli yazarıq, 20 yazarıq, bir də 50 qiymət qoyuruq. Hara yazacağım mən bunu? Buraya yazacağım, buraya yazacağım. Yoxsa Yaxşı. Print user object. Bura nə yazacağım? Vəli. Aha, Vəli. Sonra Pil Vəli. 20. harda yazdım? Virgül 20. Aha, sonra Email. burada da email. Yuxarıda. Aha. Orada da Quarks. Quarks. Aha, Quarks. 2 ulduz. 2 ulduz. Aha, 2 ulduza yazdım. Sonra nə edirəm? Hara yazacağım? Sonra nə edeyim uşaqlar? Abdullah, Amin, Amir, Mehmet Seyid, Nihat. Deyin görə burada nə edeyim başqa? Yəni bu düzgündür, bir baxaq, yaxşı. Nə oldu? Mənim çünki biz Quarks işlətməmişik. Nə işlətməmişik? Olmaz ki, Aha. Nə oldu? olmaz ki user object'in içine elə name, age, email yazıp şey eləmələr. O da ola bilər. Yəni bunu iki sonuna da yaza bilərsiniz. Yəni belə də yaza bilərsiniz ki, burada bunu silərsiniz. Deyərsiniz ki, name-i, age-i və email-ı bura yazılsın. Düzdürmü? Baxaq, burada yazacağım name, sonra age, burada da email. Vay. Email, düzdür? İndi baxaq.
Bunu sildim. Bunu sildim. İndi baxaq. Burada bunu komment alacağım. Şu. Bax gəldi. Sayında bu mən run edirəm. Burada olacaq Əli 22. Burada da bu Əli qalsın, bu isə Vəli qalsın. Vəli. Alt edeyim ki, görək ki, bu Əlidir, bu da Vəlidir. Bax, bu Əlidir, bu da Vəlidir. Gördünüz? Bunu belə də yaza bilirsiniz. İndi bunu başqa cür necə yazarsınız? Bir də belə yazarsınız. Burada quarks qoyarsınız. Bu birinci usuldur da. Bax, bu birinci usul. Düzdür? İndi sizə ikinci usulu göstərirəm. İkinci usulda nədir? Quarksla da, elə deyil. Burada yazarsınız ki, 2 ulduz quarks, düzdür? Quarks. Bunu silirəm. Bir dənə burada quarks yazıram. Все. Quarks yazıram və bunların qabağında sadəcə name yazacağım. Belə. Sonra burada age yazacağım. Düzdür? Sonra da burada ne yazacağım? Email yazacağım. Email. Все. Müəllim, biz orada boşluq qoyanda niyə belə error verir? Hanı boşluq? Error vermir axı. Sarıyı deyir müəllim deyəsən. Yox. Все, bax indi. Все. Burada da bu formada gələcək. Gördünüz? İstəsəz bunun listini də içərisinə sala bilərsiniz. Name emaillar gəldi. Parçaladı daha doğrusu. Belə deyək də ondan. Deyəm, STR eləsəm. Tapın içində müəllim, tapın. Gözlə. Bu STR-də Tuple da ola bilər, bəli. Tuple. Tuple'da da belə. Tuple'da da desə ancaq bu hissələri götürür, bunları götürmür. Name hissəsini götürür. Okey. Bunu da yoxlaya bilərsiniz. Gördünüz? Yəni bu ikinci usul bu formada yaza bilərsiniz. Müəllim, biz bunu yazaq. Parametrə. Yox, ehtiyac yoxdur. Amma rekordda düşür də, yəni rekordda baxın, bilin. Düzdürmü? İndi uşaqlar, mənim bir də məqsədim odur ki, burada fikir verirsiniz, obyekt yaratdıq, içərisində parametrlə ötürdük, Quarks'dan da elədik ki, hər dəfə neyimi bu olsun, age olsun. Burada bunlar nə sayılır uşaqlar? Bura göndərdiyim arqumentlər nə arqumentlər sayılır? Keyword. Bəli, keyword argument. Keyword argument. Müəllim, orada niyə word yazırıq axı? Orada value yaza bilərdik. Hardan? Key value arqumentlər ola bilər. Yox, keyword bu. Çünki sən burada bu keyword'un adını qoyursan axı, name'sə bu keydir, açar sözdür. Sən bu açar sözə hansısa bir dəyər mənimsədirsən. Başa düşdün? Belə. Sonra indi uşaqlar, indi gəlir yavaş-yavaş klasslara gəldik. Bax, ta ki funksiyanı yazdım. İndi mən sizə desəm ki, siz mənə bir də insan funksiyası yazın və bu funksiyalar elə bir belə deyim də, yəni bu funksiya əsas funksiya olsun və bu insana məxsus olsun. Sırf insana məxsus olsun. Başa düşdünüz? Elə bir ki, belə bir şey deyək də, ta ki bir də insan yaradıram. Def tutaq ki, user yaratdım. Düzdür? Def user. User yaratdım. İndi mən deyirəm ki, bax, bu user'ın məlumatları olmalıdır da. Hansısa bir məlumatları olmalıdır, datalar olmalıdır. Düzdür? İndi məsəl üçün mən burada yazsam ki, JSON placeholder. Bunu bir daha bu datanı götürüm. Aha, gəldim bura. İndi bax, fikir verin buna. Görürsünüz burada nə qədər data var. ID'si var. Adı var. Sonra nə
username-dir. Bu addan bu ad mən tutamıram ki, bu username Brettdir. Name isə Lenagrapdır. Yəqin ki, yəni belə gedər də. Belə formada gedər. Yəqin ki, düşünürəm. Aha. E-mail-dir, adresidir, hansı ki yaşadığı yeri məlumatını verir. Aha. Sonra telefon nömrəsidir və yaşayış şirkətidir. Hansı şirkətdə çalışır. Budur. İndi hələ ki bu formada. Düzdürmü? İndi mən bu boyda data yaratmaq üçün bir dənə def user yaradıram. Mən başlayım onun içərisində bütün bu danları yazmağa. Düzdür? İndi sadə dillə desək də, başa düşdünüz? Bir obyekt yaradırsın. İndi sual ortaya çıxır ki, yaxşı. Mən bunu yaratdım. Bəli. Bəli. Hə. Bax, indi mən tutaq ki, adı yazdım, username yazdım, email yazdım. Gəldim email adresə. Hə, bu adresi mən burada nətər yazacağam? Hə? Görüm kim cavab verəcək. Hə, uşaqlar. Mən bu adresi, görürsən adresin içərisində bu obyekt var. Hələ bu obyekt qurtarmamış. Bu obyekt qurtarmamış. Bunun içində bir dənəsi də var. Bir dənə də obyekt açılır. İndi biz nə etməliyik? Yox, hələ ki heç nə, prosta sual verirəm ki, uşaqlar, bax adı yazıram. Bax burada. Name yazıram. Sonra nəm username yazıram. Sonra nəm email yazıram. Sonra gəlirəm bu adresə, bu bədbəxt adresə gəlirəm də. Bu adresin içində də burada necə dolduracağam bu adresi? Nətər dolduracağam? Gözünə belə bir şey yazacağam. Ulduz adres. Hə? Hə uşaqlar? Sizə belə yazacağam. Ola bilər. Hə, olar. Yoxsa mən bir dənə funksiya yaratmalıyam. O sırf adresi qəbul etməlidir. Sonra bunun içinə atmalıyam. Elə bil ki, belə olacaq da. Tutaq ki, bu user deyil. Elə bil kənarda bir dənə funksiyon olar. Adı olacaq nə? Adres. Düzdürmü? Ki, belə bir şey deyək. Get adres. Onun içərisində nə olacaq? Ulduz quarks olacaq. Düzdür? Şimdi sonra da deyirəm ki, bunun içində nə qədər şeylər var? Street var. Sonra nə? Suite var, city var, zip kod var. Hamısı gələr burada yığılar, sonra bura atıram. Sizcə olar elə şey? Yoxlayaq? İşləməlidir əslində. Ay, sağ işləməlidir. Bəli, gəlin siz yoxlayaq. Gəlin biraz praktika edək. Sadə bir praktikaya görə həqiqətən işləyəcək. Get adres var da, düzdürmü? Yoxlayaq. Daha nə edirəm? Get adres bizə bu datanı verməlidir. Heç də sadəcə return eləyir quarks'ı. Sonra quarks'ı verirsə, biz yazıda gəlir, bunu keçmişdik biz. Dekorator. Mən bu quarks'ı yazıb bura ata bilərəm. Bu quarks deyil, prosto quarks'ın dekoratorun bir hissəsidir ki, siz funksiyanın içinə göndərirsiniz parametr kimi. Və bu obyekt göndərirsiniz. Bu obyekti göndərirsiniz bura. Bura da göndərə bilərsiniz. Bura da göndərə bilərsiniz. Gəl yoxlayaq. Gəl uşaqlar, gəlin yoxlayaq da, sadə. Yazdım bura, nə? Print, ya da print deməyək, nəticə, yaxud data, adıdır, data yazacam. Buna bərabərdir və çağırıram. Street'i verirəm bura. Bərabərdir nəyə? Buna 2 dənə bir şey yazacam da burada uşaqlar sizin üçün. Ya da belə bütöv götürüm.
Burada prosto bərabərlik qoyacağam. Aha. Sonra bir dənə də bunu yazdım. Vəsə. Şəhəri deməli. Aha, vəsə. İndi yoxlayaq. Bir dənə bunu sileyim. Bura bir dənə ADDR datanı atın və yaxud da F atacaq, funksiya. Və return eləyəcəm funksiyanı. User'ı çağırdığım zaman adı deyil, datanı atacağım bura. Ya da təkcə datanı atacağım. Təkcə data olsun, sadə. Aha, indi datanı at. Ya bunu print eləyək, yoxlayaq. Bəlkə mən nəyisə qaçırmışam gözdən, səhv yazmışam. Vurdum, aha, street gəldi. La. İndi bu street gəlibsə, bu datanı görəmsə, mən onu da burada name-lə, username və email yazsam, görək bu verəcəyim mən dataları. Gələcəm. Name, username, və email. Okay. Aha. Şola başa düşürsünüz siz bunu. Datamı verdim ya da datadan verməmişdən qalaq buna yazdım da bir-bir. Verirəm Luna Park, sonra breed və bu mail. Okay. Yoxla. Çəkələm. Aha, görürsünüz datanı. Fikir verirsiniz, burada başladı, burada isə bitdi. İndi gəlin bunu bir dənə diction'a çevirə görə bizə diction'da nə verir? Diction içində yazacağım nə? Diction içində yazacağım name'i. Name bərabərdir buna. Username bərabərdir buna. Email bərabərdir buna. Bu F nədir? Adres, düzdürmü? Adres bərabərdir F-ə. Yoxladıq. Vəsə. Obyekt yaratdım mən, uşaqlar. Bəli. Bəli. Vəsə. Deməli, mən neçə halla artıq fikir verirsinizmi? Siz digər qruplardan yavaş-yavaş addımlayırsınız ta yuxarı advanced hissəyə. Necə elədik? İki funksiya yazdıq. Dedik ki, bu funksiya sırf adresləri götürsün Quarks ilə. Düzdürmü? Quarks nə edir? Həmən adresi, bütün içindəki dataları özdən yığdı. Sırf bunun işi nədir? Adresləri yığacaq. Əgər çoxdursa, nə qədər yazsan yazımın içərisində, nə qədər sən doldur getsin. Onun içərisində yığacaq. Company də həmçinin. Amma bu təkcə qrup funksiya ilədir. Yaza gedirik. Yaza gedirik də. Yəni çoxdur, doludur. Amma indi bu klassdan eləsək daha biraz sadələşəcəkdir. Amma biraz başa düşmək lazımdır. Bu kökü başa düşsəz, bu core belə deyim də funksiyaları başa düşsək, klasslar bizim üçün yavaş-yavaş asanlaşacaq. İndi gəlin mən sizə, burada obyekt yaratdım da, obyektin müəyyən hissəsini yaratdım. İndi gəlin klasslarla yazılsam bunu. Klasslarla necə yazacağım? Yazacağım nə? Class. Nə yazmışam bura? User. Burada user balaca olmalı deyil. Burada user olacaq. Bunların hamısı user klassda, ümumiyyətlə klassdan hamısı yazılanda Pascal case-dən yazılmalıdır. Pascal case. Əgər mən burada user data yazıramsa belə eləməliyəm. User data. Aydındır? Aydındır uşaqlar? Bəli. Aysa. İndi bax, mən bunu bir dənə göstərəcəm sizə. Deməli, gəlirəm hansısa tutaq ki, nəyə gərək? Kontentin içərisinə gərək də.
Contentin içində tutaq ki, nə? Kontakta girək də tutaq ki. Bax. Görürsüz, Pascal case-lə yazmışam. Contact, info, view. Gəldi, sonra contact, message, view. Sonra düşdü aşağı, təzədən detail var. Sonra nə burada nə silinməsi var, update var. Hamısını görürsünüzmü? Pascal case-lə yazmışam. Pascal case. Böyük yazılan balaca yer, təzədən böyük, təzədən. Və bu forma. Yazınca gelir. Aydındır? İndi burada da Pascal case-lə yazırsınız. Pascal case-lə. Yazsınız nə? Class user. Class user yazandan sonra nə edirsiniz? Tutaq ki, bu nəyə var idi? Bu user nəyə var idi? Adı var idi, user name'i var idi. Burada yazmalısınız nə? Name bərabərdir. Nəyə? Class. Ya da buna. Deməli, atrafda studio. Aha. Evet. Və bu formada yazılır. Yazdı. Sonra nə edirəm? Fikir verirsiniz. Class yazmışam uşaqlar. Amma burada hansı bir belə mötərizə qoymamışam. Görürsünüz? Qoymamışam. Hər ki belə yazmalı. Aydın. Benim class'tır ki ben. Nə? Class'tır. Class'da nə deməkdir? Sınıfta. Hə, belə deyirsən. Print type class user. Bax. Class type. Müəllim, soruşuram ki, class nə deməkdir? Class sınıf. Kompüterdə deyirəm. Hə, burada da sınıf gedir də. Class. Bir elə birisi obyekt yazsan da, yəni bir sınıfda yəni bax Bir kabinet kimi. bir kabinet də tam deyil əslində. Bax əzizim. Bax sən məktəbdə sənin sinif yoldaşların var da, düzdür? Və o sinif yoldaşlarında hər birisinin məlumatları var, datalar var. Düzdür? Yaşıdır, qaldığı yeridir, telefon nömrəsidir, doğum tarixidir, göz rəngidir, saçıdır. Görsənmi, arta gedir. Bu təkcə bir nəfər üçündür. İndi sənin sinifində gör nə qədər adam var. Tutaq ki, sənin sinifində neçə nəfər adam var, Amir? 42. 42 dənə adam var. Təsəvvür və bir adamın, bir dənə user'ın. Sən ən azından yəni sonsuz sayda desək, sonsuz sayda. Əslində sonlu da ola bilər də. Yəni belə deyim də, yəni 10.000-dən çox belə deyək, datasını çıxarda bilərsən. Hər bir şey, qan qrupunu çıxarda bilərsən, sonra nə bilim, hansı xəstəlikləri tutub, tutmayıb, yəni çox şey gedə bilər, deyə bilərsən də, başa düşdün necə? İndi sən fikirləş ki, sən bir nəfərin, bir dənə user'ın bu qədər datasını çıxardırsansa, bir nəfərin, gör 42 dənə adamın gör nə qədər data edir. Başa düşdün? Və o data da bir dənə klassın içinə yığışır, yəni bir dənə sinifin içinə yığışır da. Yəni bir user'ın məlumatı bir sinifə bərabər, belə fikirləş. Məsələn, pisdir, hamıya yayılır ki, sinifə, o deməkdir. Nə? Məsələn, hansısa bir şəxs pisdir, məsələn, Əli. O məktəbin sinifinə yayılır, sinifdə. Yox, elə deyil. Sən obyekt qurursan da, hər bir şey obyekt, class. Class, yəni obyekt yaratmaq üçün. Sən user obyekti yaradırsansa, class da yaradırsan. Maşın yaradırsan. Tutaq ki, birini user yazdıq. Tamam. Sinif yaradırıq biz.
sinif yox, obyekt yaradırsan. Sinifdəkilərin hamısı obyektdir. Bax, uşaqlar, bax indi user yaratdım, ya indi maşın yaradaq, yaxşı. Bir dənə maşın yaradaq. Elə belə düşünün də, klass deyirsinizsə, klassda nəsə yaratsan, elə bir sex fikirləşin, böyük bir nəm şirkət fikirləşin, o şirkət yeni bir nəsə istehsal edir, yəni yeni bir obyekt istehsal edir də. Şuşdur. Ta ki maşın deyirəm, maşın nəyə var olur? Model. İndi orada sinif yaza bilərik. Nə? İndi orada sinif yaza bilərik. Hadi bax yazıram. Class car. Yox, karın yerinə sinif yaza bilərəm mən. Class Yox, sinif. sinif belə. Sinif. Ha yazdım. Class sinifdə nədir ki bu? Yox, soruşuram yaza bilərik mən. Məntiqsiz gəlir axı belə. Yaza bilərsən, prosta adları düzgün qoymalısan. Sonra belə bir şey qoya bilərsən, class room. Sinif otağı. Sinif otağı qoyarsan, sinif otağında nəyi var? Ta ki, mebel, Uşaqlar. hə, uşaqlar, ta ki, sonra Kompüter. aysan. Çox şey. Kompüter. Kompüter ta ki, nə yazsan? Kompüter, Windows. yox, elə yox. Belə yaza bilərsiniz də. Ta ki, is nə qoyaq bura? Lövhə. Elektron lövhə. Hə, elektronik yazdım da, elektronik. Ta ki, elektronik. Elektronik sayı, elektronikin sayı, countu nə qədərdir? Ta ki, atıram. 5 dənədir. Sonra children countu. Count. Tutaq ki, də sadə bir şeylə desək də. Tutaq ki, 42 dənədir. Sonra nədir? Proyektor. Nə? Proyektor. Hadi yazırsa gelirsən də, nə qədər şey yazsan. Elektronik account 5 dənə, children count 42 dənə. Yəni Lövhə. hər şey yazsan gedir də. Yəni classroom yazsansa bir obyekt yaradırsan, məktəb otağı yaradırsan, məktəb otağının içində olanları yazsan və ya da məktəb otağının içində nələr aid olmalıdır onları yazsan. Başa düşdün? Belə bu formada. Və yaxud da belə deyə bilərsən də, bunun ən doğru yolu nə ola bilər? Classroom yaradırsansa, classroom bu otağın nə bilim olmalıdır viz. Bu daha doğru haldır. Bu daha doğru haldır. Prosta bayaqki misal çəkirəm ki, bundan əvvəlki misal o prosta ən sadə basic formadır deyə onu dedim bəlkə onda elə başa düşərsiniz. Amma bir otaq yaradıramsa, classroom, məktəb otağı yaradacam. Vizi olur, uzunluğu olacaq, height olacaq. Sonra rəngi olacaq, düzdürmü? Otağın rəngi nə olacaq? O olacaq, otağın rəngi. Sonra bir otağın nəyi ola bilər? Vizi, height, rəngi və yazırsa gedərsiniz də. Bir dənə otaq yaradırıqsa, classroom yaradırsa, Hündürlüyü. hədə hər şey yazarsınız da, hər şeyi yazarsınız. Yəni otağa aid nə varsa onu yazarsınız. Sonra başqa nə deyə bilərik? Nə istəyirsiniz yaradın da. Yəni ətrafda gördüyünüz nə varsa obyekt yaradın getsin. İndi mən deyəcəm, yazacağam ki, bəs siz indi mən yazacağam, siz onu evdə yazarsınız. Tapşırıq kimi atacağam. Amma az verəcəm, narahat olmayın. Bax, bir dənə klass yazıram. Car. Ən çox maşın istifadə edirsiniz də. Və yaxud da PlayStation nə deyək? PlayStation. Belə yazılır. Necə yazılır PlayStation? Gözlə. PS4, 5 daş. PS5. Hə. Bax, PlayStation çıxardıram. PlayStation nəyə var? Modeli. Tələsmə.
O bir dənə datasını çıxardım. Aha. Bir dənə gəl belə eləyək də. Aha. Ha, baba burada verdi özü. Gördün? Title var. Yəni title adı var. Düzdür? Gəl belə eləyək. Getdik bura. PlayStation 5 çıxardıram. Yeni bir nəsil çıxardıram da. Tutaq ki, sadə dillə desək. Hə, nəyi var? Title ID-si var. Birincisi PlayStation ID-si olacaq. Hə, başa düşdüm. Bunun ID-si olacaq. Nəm inputdan gəlsin. Inputdan gəlsin. Düzdürmü? Təcəcək yazaq ki ID. Okay, sonra burada nə var? Title name'i. Düzdür? Title name'i. Bərabərdir input'a. Burada nə yazaq? Name'i. Bir dənə yazdım, все. Versiyası. Version. Versiyası. Bir dənə də default kateqoriyası, все. Bir dənə default kateqoriyası yazdım. Aha. Default kateqoriyası versiyanı. Versiyasını deyirəm ki, tutaq ki 4. Versiya 4. Default kateqoriyası da olacaq nə? Gaming. Düzdür? Bu defaultdur. Versiyası defaultdur. Bir dənə sən adını daxil edəcəksən, ID-sini daxil edəcəksən. Yaxşı, indi mən bunu yazdım. İndi bunu mən run eləsəm. Gəl run eləyək. Gözləyin. Yuxarıda bir dənə datalar çıxır, onları kommentə alım. Hə. İndi baxaq. Run elədim. ID-si. Tutaq ki, deyirəm ki, ID-si belə olacaq. Sadədir. Bu AA-sısı. Sonra name nə olsun? Name'in deyil. Tutaq ki, yazacam JPB001. Hə, amma çap eləmədim. Görürsünüz, çap eləmədim. Datasını çap eləmədim. İndi sizcə niyə çap eləmədi? Amma baxın, burada PlayStation çağırmamışam. Sizə necə edə bilərəm, uşaqlar? Hə? Nəyi min eləmək lazım idi? Başa düşmədim. Bunu elədim, içərisində datanı yazdım. 2300 A-sısı. Adını qoydum JPB001. Vurdum, amma çıxmadı data. Prosta yazdım, getdi. Print eləmisiniz? Harada necə edəcəm print? Print PlayStation yoxdur onunla. PlayStation. Все, belə. Baxaq. Yoxlayım da. Yaxşı. Bunu yazıram. Nədə bunu yazıram? Amma görsünüz nə verdi? Class, main, görsünüz main, dünən dediyim, keçə dəfə dediyim. PlayStation. Bu nədir? Deyir ki, bu class PlayStation-da yazırdı. Şimdi belə bir şey yazdıraq da. Nöqtə, atqıda dictionary. Görə nə verəcək? Name olsun gaming. Aha. Nəsə data çıxdı ya, gördünüz? Bax.
diğer də adını qoyacağım nə? JPP 001. Bax modul main 102 title ID görürsüz. Burada da ta görürsüz. Nəsə buna oxşar bir şey çıxdı. Bəli, gör. Default kateqoriyası çıxdı name. V eşyası çıxdı V4. Bax belə bir data çıxdı. Amma bunca belə bir şey yazaq. Doc. Yoxlayaq. Ay, gözləyin. Okay, vurdum. JPB nan. Bir doku çağırmışam ona görə. İndi uşaqlar bu formada çağırış olmayacaq sizdə. Prosta məlumat olaraq göstərdim ki, bəs burada belə bir data var, alt xəttlər var. Yəni onu araşdırın. Ki bax bu metodlar nədir? Bu metodlar nədir? Dictionary, del attribut var, emro var, call var. Bunlar keçəcəyik, hamısı keçəcəyik. Bunlar keçəcəyik, emro-nu keçəcəyik. Bax bunu yazdınız, bir də bunu çağırdınız. Aha. İndi baxaq. Yavaş-yavaş gəlib. Bax, indi obyektə səsləndik. Bayaq orada PlayStation name yazmışdı. Bu dəfə amma obyektin özünə səsləndim. Uşaqlar, bunu run eləməyimiz üçün bizə nəyə lazım? Bir dənə burada result yazsam, nəticə buna bərabər edeyim. Görün, indi bu nəticəni bizə verəcək. Yoxsa eyni şey olacaq. JPB01 adı da olsun nə? 000. Yeni şey. Uşaqlar, burada data yazmamıza baxmayaraq biz bunu nə etməliyik? Bax, burada belə bir şey var. Sizcə return edib çağıra bilərik bunların hamısını. Title ID, virgül, title name. Eləmək olmur. Aha. Çünki bu funksiya olmasına baxmayaraq, amma tam da funksiya deyil də, bu klassdır. Bunlarda nə iş görürlər? Bunlarda uşaqlar def atributu yazırsınız, və burada belə bir şey yazırsınız. Alt xətt, str, alt xətt, skopka. Və bunu belə bir şey yazırsınız. Belə idi də deyəsən, def, str, aha. Return eləsin, nəyi? Aha, return eləsin. Title. Title ID-ni bura göndərək. Aha, işləyir nəsə. Name. Title name. Burada iki dənə addadır, title name. Title belə deyilən version versiyası. Name'i okay. Bir dənə default kateqoriyası. Aha. İndi baxaq. Adı nədir? Bir dənə baxım. Adı JPB01. Aha. Burada belə deyək də. Bunu çağırmayaq. Okay. Bir dənə burada bunu eləyək. Aha. Yoxlayaq. Burada nə qədər çıxdı bu? Görüm, burada nə yapacaq? Hə. Burada o datalar görünməlidir ona görə. Deməli, burada neçə dənə
şey yazıram. 1, 2, 3, 4 dənə. 4 dənəsini də bura göndərim. Aba, sen. Nəyə səhv yazdım görəm. Def str yazdım, stringə çevirdim, title yazdım, bunu yazdım. Yaxşı. Gəl belə bir şey deyək də, tamam. Keyword arqument olaraq göndərək. Gəlin bunlara keyword arqument olaraq göndərək. Title ID olsun burada. Version. Burada belə bir şey yazaq. Keyword arqument olaraq göndərək. Okay. Tamam. Yoxlayaq. İndi çəkiliyə görə gələcək. Mən də ayda yenə də gəldi bu. Bunun adını dəyişəcəm. Uşaqlar, hər dəfə bunu yazmayayım. Bunun adını qoyacağım nə? 000 stringdə təbii ki 00 1 11 0 10. Burada da qoyacağım nə? JPP 001. Все. Daha çək, hər dəfə bunu eləmiş. Ay müəllim, o iki attın nə deməkdir? Nə? 10 deyəcəm. Nə deyir? Return on. Aha. Gəldi data, gördünüz? Bir də bunu belə bir şey deyəcəm. Dictionary kimi versin. İndi obyekti çıxardıb verəcəm. Prosto deməli. Aha. Yoxlayaq. Görək nə verəcək bizə. Gözləyin. Deməli dictionary. Görüm işləyəcək burada. Non-string. Ola bilər bəzi vaxtlarda belə problemlər çıxartsın uşaqlar. Olur. Gəlin belə bir şey deyəcəm sizin üçün. Deməli bu skopkaları yaratsın. Okay, все. Bunu bağla. Bizdə nədə problem? Ha, bir baxım. Maksimum dip. Niyə belə verdi ki? Burada nəyəsə səhv yazıram mən. Baxaq görə nə edir? Title ID-də də problem deyir. Title ID. Yaxşı, bunu da belə versəm. Bunu string kimi oxumalıyıq. Okay. Sizə gəl belə izah edək də onda. İstədim bu formada eləyim. Tamam o zaman, gəlin belə göstərim sizə. Belə yox, belə göstərəcəm. Deməli uşaqlar, bunu bu formada yox, bu formada çağıraq da sizin üçün. Dedim daha sadə olsun, siz başa düşəsiniz. PlayStation içərisində, bunun içərisində istəyən data var. 1, 2, 3, 4 dənə data var. Siz gərək hər dəfə PlayStation yazıb, nöqtə qoyub, burada fikir versiniz nələr çıxır. Title ID çıxır, default kateqoriya çıxır, title name çıxır. Gərək bütün hamısını belə yazasınız. Title ID yazasınız. Title ID. Sonra təzədən qoyub PlayStation yazsınız. Yəni klasa səslənirsiniz. Və klasa səslənirsiniz, deyirsiniz ki, bunun içindəki name'i ver, qaytar mənə. Bu nə deyir? Hə. Nöqtə ver, title name'i ver. Sonra ver səsindən girirsən, deyirsən ki, təzədən bir də klasa səslənirsən. Deyirsən, onun içində versiyasını ver. Yenidən təzədən bir də çağırırsan. Görürsünüzmü? Uzana gedir də bu. Və default kateqoriyanı çıxar. Və fikir verir, indi bunu run edədiyim zaman onu çap edir. Gördünüz? Yox, əgər deyirsiniz ki, indi bu bərabərlik olsun, nə bilim, burada
yazsın ki məsələn bu onun ID-sidir, bu onun adıdır, bu onun versiyasıdır. Görürsünüzmü? Bu formada çıxır data. Yəni belə də yaza bilərsiniz əslində. Bunu silib yaza bilərsiniz ki, tutaq ki, title ID bərabərdir PlayStation içərisindən gələn title ID-yə. Eyni qaydada title ID, version və default kateqoriya. Yazdıq, sildik, bu da bunu atdıq. Print eləyəcək artıq burada nə? Title ID. Bunu F-stringin içində yaza bilərsiniz, istəsəz. Nəyə bərabərdir? Title ID-yə. Bərabərdir buna, ya da 2 nöqtə qoydum bu. Title ID-si budur. Sonra keçdin. Name-i budur. Burada səhv bir şey yazdım. Deməli, bu və bu. Və davamını da yazmıram. Artıq başa düşdünüz də, ümid edirəm. Və burada çıxdı. Title ID-si budur. Title name-i də budur. Başa düşdünüz? Aydın oldu, klasın içindəki datalar necə səsləmək lazım uşaqlar? Bəli. Hə. Hələ ki, bu formada irəliləyək. Çünki klaslar çox geniş anlayışdır və hər, necə deyim, proqramçı da bunu başa düşmür. Hər proqramçı bunu başa düşmür. Çünki obyekt yaradırsan, onun içindəki dataları yazırsınız. Başa düşürsünüz necə uşaqlar? Bəli. Yəni bu formada gedir. İndi mən yazdım ki, PlayStation 4-dür. İndi mən sana... Bəli. Orada siz PlayStation.title aldı yazırsınız ki, onu qaytarsın. Burada, bəli. Burada bu nöqtə yazırsınız, bax. PlayStation yazmışam, versiya yazmışam buraya. Buraya başqa bir şey də yaza bilərsən, V də yaza bilərsən. Nə istəyirsən yaz getsin. İndi PlayStation yazıb nöqtə qoyanda bax datalar çıxır burada. Bunun içindəki olan datalar. Burada versiya var, version. Vurdum, burada gedirəm versiyasını səslənirəm. İndi uşaqlar sual yarana bilər. Əslində gözləyirdim sizdən, amma vermədiniz. Deyə bilərsiniz ki, print eləyirəm, tutaq ki, V-ni. Versiyası olsun. Bu versiyası 4-dür. Mən nətər bunu dəyişim 5 eləyim? Burada 4. Nam Quarks'la. Quarks'ım, mən burada hara yazarsan Quarks'ı? Ha, ben onda Hə, uşaqlar, necə dəyişim versiyası? ben yukarıda bir tane kod göstermişiz. Ana. Bir tane kodla düzeltmişiz yukarıda. Bunu, yox, bunu... Ha. Böyle diyorsun. Yo, onun istiyor. Ha, bak bunu. Burada da print'te yazmışız. Aha. Elə amma nətər deyə yazacağım bilmirəm. Yox. Hə, necə yaza bilərsən? Bax, burada versiya 4-dür. Mən bunu necə dəyişim? Tutaq ki, V5 eləyim. Bərabər içərisinə. Version yanında V4'də yerə V5 yazırsınız. Amir, sən zarafat elədin. Yox. Yəni mən də bilirəm də. Ay Amir ki, mən burada bunu belə istəyirsən 5 yaza bilərəm. Digər uşaqlar da bilir də. Yəni burada bunu deməyin nə mənası var ki? Mən sadəcə burada deyirəm. Necə eləyə bilərsiniz? Burada 4-dür versiyası. Mən burada çıxardıram, olur 5. Və yaxud da özüm ötürə bilərəm, deyərəm ki, bu versiyası 4-dürsə, dəyişdi, oldu V5. O araşdırarsınız uşaqlar, deməyəcəm. Yəni 5-ci, 6-cı gün inşallah cavablayarsınız. Nəinki versiyası, bunun title ID-si də ola bilər. Okey, bunu Yaxşı mı? araşdırarsınız, taparsınız. Mən bir dənə kod atında.
Bunu ataram. Kodu ataram. Buradan çıkartalım. Home task. Okay. Ev tapşırığı budur. Hə, tək bu deyil də göndərəcəm. Burada gözləyim. Zaman fərqli Все. Bu da belə getdi. İndi ev tapşırığı göndərəcəm. Uşaqlar kimin nə kimi sualı qaldı? Mümkünsə suallarınızı verin. Ermənlə. Uşaqlar sual yoxdursa mən ev tapşırıqlarını göndərəcəm. Ben klasla ilgili. Hə, klasslara aid verəcəm ev tapşırıqları. Bu qədər. Sual yoxdursa uşaqlar sərbəstsiz. 6-cı gün yadıma salın. Qəşəng dərs keçək. Allah, sağ ol. Hələlik. Sağ olun. Sağ olun. Sağ olun. Əzizim, sağ olun. Sağ olun ben. Sağ olun.